Dəhşətli qətl hadisəsi Lətifovların evinin bax bu hissəsində baş verib. 15 yaşlı məktəbli, kənd məktəbinin 9-cu sinif şagirdi. Lətifov öz doğma anası Kifayət Dəmir Qarayevanın bax evin bu hissəsində qətlə yetirilib. O, çoxsaylı bıçaq zərbələri ilə anasını həyatdan məhrum edib. Faktın motivləri tam açıqlanmır. Xaçmaz rayonunun Qadaşoba kəndində dəhşətli ailə faciəsi yaşanıb. 15 yaşlı oğlan, 43 yaşlı anası Kifayət Lətifovanı amansızlıqla qətlə yetirib. Mərhumun yaxınları və kənd sakinləri bu dəhşətli olayı eşidəndən şok içindədirlər. Elnarə Allahverdiyeva bacısının ölümünə hələ də inana bilmir. Onun balaları hiç vaxt hərəkət eləməzdi valla. Nə bilim şeytan azdırdı, nə oldu bacıma valla bilmədim özümdə. Biz şikayətçi deyilik bacımı balasından. Mənim bacım orada rahat yatmaz valla yatmaz. O balalarından ayrı dura bilmir. Nədən deyim ay bacı, bacımı itirmişəm ay bacı. Yaralarım təzədir ay bacı. Mən onun böyük bacısıyım ay bacı. Onun balaları eləməz, onu şeytan azdırıb valla. Özü də əməliyyatdan narkozda olan uşağıydı bacım Allah. Heç vaxt elə hərəkət eləməzdi o uşaq. Hadisənin telefon üstündə baş verdiyi iddia olunsa da bu versiya tam təsdiqlənməyib. Ailənin yaxını Ceyhun Mustafayev azyaşlının sakit, zərərsiz biri kimi tanıdığını deyib. Bu ailə də ki, amma çox gözəl bir ki, hələ ailə deyil. Uşaq özü də sakit uşaqdır, yəni durub evdə qırğın eləsin, hələ söhbəti olmayıb o uşaqda ümumiyyətlə bir şey. Heç nə soruşublar orada da, yəni bizə də prokuraturadan verən məlumata görə uşaq deyir ki, heç nə telefonu xarab olub uşağın, istəyib anasından telefon iqra oynamağa, özü uşaq deyib bunu özü. Çünki anası verməyib, bu da deyir ona görə bu ev başqa bir şey. Yəni başqa səbəblər yoxdur, qısqanclıq, yəni yox, qısqanclıq yoxdur. Niyə görə yoxdur? Çünki gəlinin telefon işlətən deyil. Ümumiyyətlə bu telefon, bu hələ öz uşağının sübutlar da var ki, öz uşağının telefonla danışardı kiminə, yazmağı da yoxdur. Və hələ qadın da deyil ki. Üstəlikdir ki, polis özü də araşdırıb, baxıb ki, onun yəni telefonda elə bir şey də yoxdur. Hədə o olsa yenə də adam fikirləşər ki, nəsə olam, amma hələ bir söhbət də yoxdur. Hamıya da müəmma qalıb ki, bu uşaq niyə hələ tam da dəqiq bilinmir. Ailənin digər qohumu Yezbəhər Mustafayeva hüquq mühafizə orqanlarına çağırış edərək istintaqın ciddi şəkildə aparılmasını və qətlin səbəblərinin tam şəkildə ortaya çıxarılmasını xahiş edib. O yoldaşının BBC-yə. Mən burada olmuşam o günü, bir gün sonra oldu. Mən gecə gəlmişdim saat 2-də, deyə gülə mənə ara sıra gəlirəm həmişə, maşınla gəlib gidirəm. Bunlar mehriban ailə olub, namaz qılan ailə olub. Bütün qonşu, kənd, camaat anası balasının dərdini çəkirdi. Anası 2 dəfə əməliyyat, anasının atası varın yoxundan çıxıb uşağı 2 dəfə sümük əməliyyatını eləyib, mədə seçirik edildiyinə. Həmin uşaq. Uşağı 2 dəfə əməliyyat eləyiblər. Yenə də mənə deyirdi, ay bibi, bunun qanatsızlığı var, nə eləyib? Abalam, mən bilsəm ki, bu ailə, bunu anası tərbiyəsizdir, əxlaqsızdır, heç yaxın gitmərəm, kənd camaatı. Mən bilsəm ki, bu uşaq kriminal uşaqdır, deyərəm ki, ölsün orada. Belə şey olur, mən şübhəli qalmışım. İndi çaşıb qalmışsınız ki, nə məsələ? Bəli, biz çaşıb qalmışıq. Bütün məmurlardan da, ekspertlərdən də, dövlət nümayəndələrindən də xahiş eləyirəm. Burada telefon söhbəti var. Xahiş eləyirəm, araşdırıb çıxarsın üzə. Bu müsibət başqalarının da başına gələ bilər, amma gəlməsin. Anasız yatmır bu uşaq. Mən gəlinə evimə apara bilmirəm. Deyir ki, mən dedim, ailəvi gəlirim. Deyir, məktəbə gedir. Uşaq mən. Anası deyir, ölən. Anası deyir ki, uşaq mənsiz yatmır deyir. Abalam, bu uşaq bununla yatdı. O yüzündən öpür, bu yüzündən öpür. Deyim sizə bir tərbiyəsiz hərəkət edir. Heç mən demirəm, bax onun qonşusu desin. Qeyd edək ki, qətl hadisəsi zamanı ana və oğul evdə ikisi olub. Mərhumun həyat yoldaşı Elşad Lətifov və evin digər oğul övladı evdə olmayıb. Qətlin törədilməsində təqsirli bilinən yeniyetmə saxlanılıb. Fakt üzrə Xaçmaz rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Aytəkin Alxasta, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim Media.